Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Ben kardeş soruşur bu Müslümanların başına gelen hadiselere sevinmek veya pis hadiseleri sevinmek veya Müslümanların zaferine başına gelen hayır şeyleri üzülmek bu alimler derler ki nifakın növlerindendir. Yani kısaca olarak diye nifak nedir? Nifak zahirde bir şeyi gösterir, batında ise başka cür olmakdır. Şer'i dilde ise nifak zahirde İslam'ı izhar edip gösterip, batında ise küfrü gizletmeye denir. Ona göre nifak olan adlarını alıp münafıklar, yani küzdüler. Çünkü nifak iki növü var. Bir nifak, itikadi nifak ve bu dinden çıkardır insanı. Var emeli nifak. Bu ise insanı dindən çıxarmır. Allah Subhanahu taala münafıqları Quran-ı Kərimdə vəsf eləyərkən, vəsf eləyir ki, onlar cəhənnəmin ən aşağı təbəqəsindədirlər. Çünki ümmətin alimləri deyirlər ki, cəhənnəm əhli necə cənnət dərəcələrdir, elə əl-cənnə dərəcət, dərəcələrdir. Firdevs-ül Əla və s. Cəhənnəm də dərakətdir, yəni aşağılardır. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki innel münafikine fidderkil esfeli minennar. Münafıklar, hakikaten münafıklar cehennemle en aşağı təbəqəsindədirlər. En aşağı yerinde. Bəziləri vəsf ediblər ki, münafıklar en aşağı təbəqəsindədirlər. Onlardan biraz yukarı təbəqədə olanlar mürtəddlərdir. Yani Müslüman olub, dindən olub, İslamda olub, İslamdan çıxanlardır. Onlardan biraz yukarıda ateistlər, müşriklərdir. Onlardan biraz yukarıda da kimlerdir? Yahudi ve Nesraniler. Yani doğru dilde desək, en yüngül təbəqəsində, tabii ki cehenneme nispete hiçbir yüngül değil. Hamza ahırdır. Nispette daha üstte Yahudi ve Nesranilerdir. Ondan sonra ateistlerdi, müşriklerdi. Ondan sonra mürtedlerdi. Acındı. Ondan sonra münafıklar. Ona göre ilm ehli buyurur ki, İslamda olup İslamdan çıxan daha betərdir. İslamdan olub İslamdan çıxan daha betərdir. Hem dünyada, hem de ahirette. Mesela Yahudi ve Nasranilər dünyada necə davranırlarına? Yahudi ve Nasranilər dünyada necə davranır? Eğer Müslüman ölkəsidirsə, yani İslam'a məcburiyyət değil. Yani onlar istəsələr İslamı qəbul edirlər, istəsələr neyinirlər? İstəsələr İslamı qəbul edirlər, istəsələr isə cizyə verirlər. Yani məcburiyyət yox. Hətta o ayədə ona dallat edir ki, Allah Subhanahu buyurur ki, la ikraha fid-din. Dində məcburiyyət yox. Yəni mənası nədir? Yəni məcbur insanların kimisə İslam'a daxil olmurlar. Aydındır. Bu ayəti isə başa düşürlər insanlar, elə başa düşürlər ki, yəni insan öz qardaşına, yoldaşına və s. övladını nəysə əmr edib, nəysə qadağan eləməyə icazəli deyil. Dində məcburiyyət yox. Xeyr, bu ayə o mənada deyil. Bu ayə o mənadadır ki, kimisə məcbur İslam'a daxil eləmək olmaz. Aydın məcbur eləmək olmaz İslam'a girməyə. Yoksa bir insan öz övladına namaz emir edilirse, hayat yoldaşına icabı emir edilirse vesaire bunlar İslam'ın zaten gerektiği bir şeylerdir. Yani bu sözün onunla alakası yoktur. Dinde mecburiyet yok. Dinde mecburiyet yoktur. Yani insanları İslam'a dahil etmekte mecbur etmek lazım değil. Adındır. Yoksa ki Peygamber sallallahu aleyhi ve sellem ondan niye deyir ki 7 yaşında uşaqlarınıza namazı emir eləyin, 10 yaşında kılmasalar onlar vurun. Yani haberdarlık edin onlara. Vurun deyir hadiste. Aydındır. Diğer dile dinde mecburiyet yoktu. İstəyir kılsınlar, istəyir kılmasınlar. O mənədir. Veya kişi öz yoldaşına hicabı emir edir. Ki örtün vesaire. Senin tutaq ki evli aldı örtün müftü. İndi örtünme tələb edir. O da qad deyəməzlər dində mecburiyet yoktu. Ben istəyirəm örtünüm istəyən. Yok. O dində mecburiyet yok. İslam'a daxil eləməkdə. Adını kimse İslam'a daxil eləməkdə dində mecburiyet yoktu. Ona göre Yahudi ve Nasranilər dünyada Müslüman ölkəsində necə davranırlar? Ya cizyə verirlər, can vergisi, qaraçılıqda olurlar. Ya da İslam'a daxil olurlar. Amma məcbur İslam'a daxil olurlar. Cizyə verir, öz dinlərində qala bilərlər. Bu da o demək ki, la ikraha fid-din, dində məcburiyyət yoxdur, gözün yoxdur. Yəni Müslümanlar içində əmin-amansızlıqda yaşayırlar. Və olurlar muahid veya zimmi vesaire. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem ne deyir? Kim bir muahidi öldürərsə cennetin iyini duymaz. Müslüman ülkesinde yaşayan kafiri. Yahudi ve Nesranileri. Bəs Müslümanı bilərək öldürən hal necə olsun onda bəs?
Müslüman olmayanı öldürmək belədirsə, bəs Müslüman öldürmək, bilə-bilə öldürmək necə olsun? Allah'a sığınırıq. Ona görə Yahudi və Nəsranilər mürtədlərdən dünya baxımından daha yaxşı haldadılar. Nə barədə? Yahudi və Nəsranilər məcbur dinə daxil olmasalar belə, öz dinlərində cizyə verək yaşaya bilərlər. Amma mürtəd şəri cəzadır, hökmü ölümdür. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, "Mən bəddələ dinə faqtuluhu." Kim dinini dəyişərsə onu öldürün. Yəni bu təbii ki, dövlət başına aiddir. Şəriət ölkəsində qazi və s. ona aid. Yəni sıravi müsəlmanlara aid deyil. Həm dünyada Yahudi və Nəsranilər mürtəddən daha yaxşı vəziyyət, həm də axirətdə. Acındır. Ona görə alimlər deyirlər ki, buna görə də yəni insanları İslam'a çağıranda doğru şəkildə çağırmaq lazımdır ki, sonra insan dinə gəlib dindən çıxmasın. Aydındır. Bu da göstərir ki, insanları İslam'a çağırdığı zaman tövhid əqidəsindən çağırmaq lazımdır. Yoxsa sen burada İslam'a daxil oldun, sonra oradan çıxdın. Daha beter oldu əvvəlki alından. Aydındır. Yahudi və Nəsranilər və münafiqlər cəhənnəmdən aşağısıdır. Və bunlar kimlərdir? Xalis nifaq olanlar. O kimsələr ki, zahirdə İslamı göstərirlər, əslində isə müsəlman deyirlər. Və minən-nəs mən yəqulu əmənnə billahi və bil yevmil axir və mə hum bimu'minin. İnsanlar için elləri var ki, iman gətirmədiyi halda deyir ki, mən Allaha və axirət günə iman gətirmişim. Aydındır. Bu münafiqlərin adı, münafiqlərin haqqında hədsiz çox ayı var Quran-ı Kərimdə. Məsələn, Münafiqun surəsi 1-ci ayə. İzə cəəkəl münafiqunə qalu nəşhədu innəkə lə Rasulullah. Münafiqlər sənin yanında gələndə deyirlər ki, biz şəhadət veririk ki, həqiqətən sən Allah'ın elçisisən. İzə cəəkəl münafiqunə qalu deyirlər, nəşhədu, şəhadət veririk, innəkə gücləndiricidir. Həqiqətən sən lə Rasulullah. Bu da gücləndiricidir. Sən Allah'ın peyğəmbərisən. Vallahu ya'lemu inneke le rasuluh. Allah da bilir ki sen Allah'ın peygamberisin. İza ca'akel munafiqun qalu neşhadu inneke le rasulullah vallahu ya'lemu inneke le rasul. Vallahu yeşhedu. Allah şahitlik verir ki innel munafiqine lekazibun. Həqiqətən münafiqlər yansıdırlar. Onlar necə şəhadət vermişlər? Şəhadət verir ki, həqiqətən sən mütləq Allah'ın elçisisən. Allah eyni şəkildə onlara rədd verir. Allah özü şəhadət verir ki, həqiqətən onlar həqiqətən yalancıdırlar. Necə demişdilər, o cüdə Allah subhanət onlara cavab verir. Və əməli nifaq isə hamımızın bildiğimiz o məşhur hədis. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əlamətul münafiq tələt. Münafiqin əlaməti 3'tür. Bəzi rivayətdə 4'tür gəlir. Danışanda yalan danışar, əmanət verilində xəyanət eləyər, söz verəndə üstündə durmaz. Bəzi rivayətdə gəlib ki, qəzəllərində özündən çıxar. Yəni, nalayıq sözlər istifadə edir. Fikir birinci nə gəlibdir? Yalan. Çünki yalan onların xislətidir. Çünki onlar zahirən, yalancıdırlar, zahirən İslamı qəbul edin desələr, əslində isə müsəlman deyirlər. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə nə deyir? Deyir ki, müsəlman oğurluq eləyər, zinə eləyər, nəfsinə görə. Amma yalan danışmaz. Çünki yalan onların xislətidir. Bu əməli nifaqdır. Etiqadi nifaq isə alimlər deyilir, bəziləri gətirirlər ki, 6 növü var. Etiqadi nifaqın 6 növü var. Birincisi, təkzibur rasul. Resulü yalanlamaq. Peyğəmbər sallallahu aleyhi ve sellem yalanlamaq. İkincisi, təkzibu ba'da ma cəə bihir rasul. Resulun gətirdiyi bəzi şeyləri yalanlamaq. Üçüncüsü, Resula buğz eləmək, yəni nifrət eləmək. Dördüncüsü, Resulun gətirdiyi bəzi şeylərə buğz eləmək, nifrət eləmək. Beşincisi, müsəlmanların başına gələn müsibətlərə sevinmək. Altıncısı, müsəlmanların zəfərinə kədərlənmək. Yəni, ona görə insan ehtiyatlı olmalıdır. Müsəlmanların başına bir hadisə gələndə sevinməkdən. Elə yaxşı olur bunlara və s. Elə bunların ləyağı budur. Yox, yox. Bu sözü istifadə edilmir. Müsəlman qardaşının başına gələn hadisələrdə onun kimi olmalıdır.
Çünkü müminler bir beden kimidirler. Onun bir əzası ağrıyanda digəsi də ağrıyır. Deməli sən onda onlar kimi değilsən. Onlar ağrıyorsa sən burada gülürsən. Adında şer'i çəksin deyir. Onlar ağrıyın dünyanın arasında olsun. Dua edip tüm Müslümanlara. Onlara verilen üzü bize de üzü veripti. Çünkü Müslümanlar bir beden kimidirler. Allah bütün dünyada harda olursa olsun. Çətində olan Müslümanlar varsa Allah subhanahu kömək olsun. Sıxıntılarını aradan qaldırsın. Allah subhanahu yaralarına şəfa versin. Xəstələrinə acil şəfalar versin. Ölənlərinə rəhmət eləsin. Biz dua edirik Müslümanlar üçün. Acındır. Amma əksi yaxşı olur bunlar, onların başına hadisə gəldi. Elə ləyaqları da vəs. Olmaz bu sözdə istifadə eləmək. Və ya Müslümanlar bir zəfər əldə ediblər. Buna sevinməmək. Aydındır. Bir nəfərə də bu yaxına tövsiyə edim. Məsələn, Allah ölkəmizi qorusun. Biz zəfər əldə edib Allah Subhanahu izni ilə. Elhamdülillah kafirdən torpaqlarımızı aldıq. Orada Allah ölkəmizi qorusun. Yeni məscidlər tikilir və s. Buna sevinməmək qəlbin xəstəliyidir. Necə insan buna sevinmirsən yəni? Yəni dünənlər o məscidlərdə Allah qorusun donu saxlayırdılar və s. Kafirlər gözüydü. Necə müsəlmanlar orada məscid tikirlər, ibadət edir. Yəni buna sevinməmək olar yəni. Bu qəlbin xəstəliyidir. Ona görə Allah Subhanahu taala onlar haqqında buyurur ki, fi qulubihim maradun. Onların qəlblərində xəstəlik var. Fəzədəhumullahu mərada. Allah da onların xəstəliklərini artırır. Niyə? Çünki onlar xəstəliyi müalicə eləmək istəmirlər. Bütün xəstəliklər də belədir. Müalicə eləməyəndə, üstünə düşməyəndə xəstəlik artan şeydir. Qəlb də elədir. Günah düşdü, tez tövbə elə düzəlt. Aydındır, bəzən gecə olur. Fikir verir, həkimə gelirsən bəzən, nə deyir ki, daha gec gəlmişsiniz, artıq xəstəlik irəliyibdir və yaxud bədənə yayılıb və s. Qəlbin xəstəlikləri də elədir. Tez müalicə üstünə düşməsən, görürsən bədənə sonra da düzəldəmirsən. Və nifaq da qəlbin ən ağır xəstəliklərindən. Allah Subhanahu istəyir ki, bütün müsəlmanlar bu kimi mundar sifətlərdən, pis sifətlərdən uzaq olsun. Düzünü Allah bilir, sallallahu aleyhi ve sellem Muhammed və aleyhi ve sellem.